Gəncədə də iş var yoldaşlar. Mən sizə Gəncədə olan işlərdən bəhs etmək istəyirəm. Gəncə işlərindən bəhs etmək istəyirəm. Bir təxminən bir neçə variantından bəhs etmək istəyirəm. Bu o demək deyil ki, yoldaşlar, elə mənim ancaq bəhs etdiyim vakansiyalardır Gəncədə olan. Xeyr, sadəcə nisbətən yüngül, daha az şərtli, daha çox insanın marağına səbəb olan vakansiyaları bu kanalda paylaşıram mən. Misal üçün, Gəncə Hava Limanında yoldaşlar, aşpaz köməkçisi işi var. Bəli, aşpaz köməkçisi işi var. Yəni, bu aşpaz köməkçisi, misal üçün, mən paylaşmaya da bilərdim də sizdən. Amma nəyə əsasən paylaşdım? Çünki bu aşpaz köməkçisində sizdən iş təcrübəsi tələb olunmur. Və bu daha çox insanın, belə deyim, marağına kəsb ola biləcək bir yerdədir. Aeroportdadır, Gəncə Hava Limanındadır. Başa düşürsünüzmü? Yəni, bu tipli başqa fərqli işlər də ola bilər. 600 manatdır. Birinci gün gündüz növbəsi, ikinci gün gecə növbəsi 8-dən 8-ədir. Daha sonra 2 gün istirahətdir. 5 günlük iş qrafikidir. Belə bir variant var. Belə yerlərdə daha çox perspektiv ola bilər yoldaşlar. Sonra model xanıma ehtiyac var Gəncədə yoldaşlar. Məsələn, C-Home-dadır. 19-35 yaşlı bir xanımsınızsa, kamera qarşısında özünü sərbəst və rahat formada ifadə edə bilən bir şəxssinizsə, sosial mediada aktiv və auditoriya ilə ünsiyyət qurmaq bacarığı olan bir şəxssinizsə, xarici görünüşünə diqqət edən bir şəxssinizsə, buyurub müraciət edə bilərsiniz. Sonra Gəncədə həkim gigiyenist köməkçisi işi var. Bu da Gəncə Beynəlxalq Hava Limanındadır. Burada sizdən orta ixtisas tələb edir təhsil olaraq. Sanitar gigiyena sahəsində iş təcrübəsi tələb edir yoldaşlar. 620 manatlıq bir işdir. Bu da eyni iləndir. 8-dən 8-ə, birinci gün gündüz növbəsi, sonra ikinci gün gecə növbəsi 8-dən 8-ə, axşamdan səhərə. Daha sonra da 2 gün istirahətdir. Eyni şirkət olmalıdır bu. Hava limanında olan. Yəni, başqa nəyi var idi hava limanında? Aşpaz köməkçisinin. Bəli. Gəncədə mühafizə işi də var. Həm xanımlar, həm bəylər üçündür bu mühafizə işi. Bu yoldaşlar DNK Hospitaldadır. DNK İstanbul Hospitaldadır. Deməli, bu Gəncə şəhərindədir. Amma bu işə müraciət etmək üçün CV-niz olmalı. CV-niz də yoxdursa, kanalımızda əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini yazıb dəstək ala bilərsiniz. Bir də yoldaşlar, Gəncədə təmir xidməti şöbəsində köməkçi işi var, Grand Motors Company-də. Dediyim kimi, Gəncədə banklar da var, unutmayın yoldaşlar. Yəni, Gəncədə işlər olan elə ancaq bunlardan ibarət deyil. Fərqli işlər də ola bilir, dayə də ola bilir, başqa işlər də ola bilir, bağban da ola bilər. Yəni, iş elədir ki, hər an hər şey baş verə bilər. Ona görə də yəni ancaq bu işləri gördünüz deyə hüsrana uğramayın, keyfinizi pozmayın. Hər an gözəl işlər ola bilər. Bu sadəcə məlumat vermək üçündür ki, ay millət, ay xalq, belə vakansiyalar var, xəbəriniz yoxdursa, gedin bu şirkətdəki bu işə müraciət edin məqsədi daşıyır. Təmir xidməti şöbəsində köməkçi işi var yoldaşlar. Grand Motors Company-də ali təhsil tələb edir. Ofis daxili sənədləşmə üzrə minimum 6 aylıq iş təcrübəsi tələb edir. Ofis proqramları üzrə də işləmək bacarığı tələb edir yoldaşlar. Varsa belə bilik və bacarıqlarınız, bu işə də müraciət edə bilərsiniz. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaqsınızsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsində mesaj yaza bilərsiniz. Bəs yaxşı, əlaqə vasitəsi hardadır? Siz əgər bu videonu YouTube-da görürsünüzsə, o zaman elə YouTube videosunun adının üzərində, yəni yazılıbdır əlaqə vasitəsi. Yox, əgər siz bu videonu TikTokda görürsünüzsə, o zaman videonun adının altında Toğrul Əzizov sözü yazılıb. Həmin o sözü toxularaq Toğrul Əzizovun TikTok kanalına daxil ola bilərsiniz və daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsini görə bilərsiniz. Əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.